Bəziləriniz deyirdiniz, uşaqdır dəymə. Ala bax, həcə gedəcəyəm, pul toplayacağım. Ala bax, ananın bacının ağzına verim. Ola bilər. İndi bax, təmiz söhbət ya. Bayram nurlu, nə qədər bayram nurlular yarattı? Nə qədər? Nə qədər bayram nurlular yarattı? Artık ibadet yoluna çıkacağım. 14 yaşı var. İnsanlara köməklik göstərəm. Ərə geçmeyen kızlara, şifasızlara, dərdi olanlara. Bu tələb eləmək əvəzinə nə qədər adam çıxıb atasına, anasına kobud rəftar elədi. Nə qədər adam Adəm olmaq istədiyi Adəm kimi atasına, anasına şillə təpi atdı. Nə qədər adam tərbiyəsiz oldu. Ay oğraşlar, ay qəhbələr. Bana baxın. Baxın, ay qəhbələr. Gel bu kartaldan. Ye nana. Yendana. Yendana. 5-6 uşaq bunu tələb eləmək əvəzinə atasına efirə çıxdı, şillatdı, anasına ağır söz, atasının üzünə tüpürmək, üzünə qayıtmaq. Nə qədər uşaqlar Adəm olmaq istədi. Ay qəhbənin balaları. Çatda məni yazanlar var, söyüş söymə, söyüşün özünə geçsin, 17 yaşı var, uşaqdır deyirsiniz, o lokkoya. Lokkoya. Ha? Lokko nə deməkdir? Türkçədə cobut donuz deməkdir, cobut kaba deməkdir. Azərbaycanda da pezəvənk deməkdir. Süleyman Dəmirələ demişlər, sən Heydər Əliyev, sən pezəvənksən. Yaxşı pezəvənksən. İspancada, İngilis dilində dəli deməkdir. Dəli. Bu oxuyur da indi lokko, dəli. Kaba, pezəvənk, cobut. Sizdə lokko, ananın dallağına girsin lokko. Bacının dallağına girsin lokko. Sənin arvadının əmcəyinə girsin lokko. Ölkənin yarısı bədənini satır, yarısı da orqanını satır. 1 milyon adam atıb, 1 milyon atılıb, 1 milyon da onun razborkasını eləyir. Qəhbənin balası düşüb, lokko, niyə söydün uşaqdır? Sənin ölümün coruna geyindirim. Vaxt var idi Bayram Nurlu 14 yaşında efirə çıxanda, onu da söyəndə deyirdin uşaqdır, niyə söyürsən? Qəhbənin doğduğu, qəhbə südü əmən oğraşlar, qəhbənin balaları. İndi baba buradakı mənə yazmısınız ha, buradakı yazmısınız ha, buradakı düzdür, məni dəstəkləyənlər çoxdur, sağ olun. Amma dəstəkləməyənlər, burada məni söyənlər var ha, burada. Lokko deyilən gənc gündəm olubdur və həmin uşağı artıq bir çox yerlərdə reklamlandırırlar. Burada vaxt gələcək, bu mesajlarınızı silməyə vaxt tapmayasınız ha, ananızı, bacınızı bıqlı qandonla qayıracam. Baba buradakı